Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Qrupa göndərdiyim sualın izahını təqdim edirəm. Deməli, bu sualı biz iki cür həll edə bilərik. Həm analitik üsulla, həm də qrafik üsulla. Analitik, yəni tənlik kimi normal şərtlərdə, qrafik də aydın məsələdir. Ümumiyyətlə, burada birinci onu deyim ki, bilməlisiniz ki, modulda x-in kvadratı ilə x kvadratı eyni şeydir. Onun üçün bu x kvadratı yerinə modul x-in kvadratı yaza bilərəm. Çıxılsın 6 vurulsun modulda x, üstə gəlinsin m çıx 3 bərabərdir 0. Modul x-ə 1 t deyəcəm, olacaq t-dən asılı bir kvadrat tənlik. Əla. İndi baxın, A-nı araşdıraq. İki müxtəlif həqiqi kökü olması üçün burada iki variant ola bilər. Məsələn, ola bilsin ki, bu tənliyin iki dənə kökü var. Biri müsbət, biri mənfi. Və bu mənfini aparıb t-nin yerinə yazanda kök çıxmayacaq. Çünki modul mənfi ola bilməz. Amma müsbəti yazanda iki dənə müxtəlif kök çıxacaq. Və yaxud da ola bilər ki, bu tənliyin e, iki bərabər və ya bir müsbət kökü var. Məsələn, T1 bərabərdir T2, amma şərt var ki, onlar müsbət olmalıdır. Bu iki halın ikisini də araşdırmaq lazımdır ayrı-ayrı. Başlayaq birincidən. Deməli, T1 ilə T2 biri mənfi, biri müsbətdirsə, deməli, hasilləri viyyətə görə, yəni T1 vurulsun T2 mənfi olmalıdır. Yəni, M-3 sıfırdan kiçik, M də 3-dən kiçik olmalıdır. Bir də tənliyin iki müxtəlif kökü varsa, iki müxtəlif həqiqi kökü varsa, yəni T1 ilə T2 varsa, bu kvadrat tənlikdə diskriminant sıfırdan böyük olmalıdır. Bunu da nəzərə almalıyıq. Onda olacaqdır 36 minus 4 vurulsun, 1 vurulsun, m çıx 3 böyükdür sıfırdan. Bu da olacaqdır 36 böyükdür 4 vurulsun, m minus 3. 4-ə bölərsəm 9 böyükdür m minus 3-dən. 12 böyükdür m-dən, m də kiçikdir 12-dən. Deməli, 3-dən kiçiklər, 12-dən kiçiklər. Bunlar kəsişdir 3-dən kiçikdə. Deməli, A bəndi üçün hələ ki tapdığım, deməli, M 3-dən kiçik olmalıdır. İndi keçək ikinci halın araşdırılmasına. Yəni, ola bilərdi ki, yenə deyirəm, burada iki eyni kök və ya bir kökü var, amma o köklər müsbətdir. Yenə də, uşaqlar, iki bərabər kökü varsa, deməli, diskriminant burada təbii ki, 0 olmalıdır. Bunun diskriminantı olacaqdır. 36 minus 4 vurulsun m çıx 3 bərabərdir 0. 36 bərabərdir 4 vurulsun m çıx 3. M çıx 3 də bərabərdir 9-a. M də bərabərdir nəyə? 12-yə. Bir də burada əlavə şərt olaraq diqqətli olmalıyıq. Yəni köklər müsbətdirsə, hasillər də müsbət olmalıdır. Bunu da bir əlavə olaraq yaza bilərik. Yəni, burada m çıx 3-ün müsbət olmasında maraqlı olmalıyıq. M çıx 3 sıfırdan böyükdürmü? Çünki hasilləri müsbətdirsə, m də 3-dən böyükdür. Bəli. Yəni, m bərabər 12 bu şərti nədir? Ödəyir. Deməli, burada olacaqdır m 3-dən kiçik və m bərabərdir 12. Bu oldu A bəndinin cavabı. Bax belə. İndi keçid alaq beynin araşdırılmağına. Deməli, digər məsələlər öz yerində qalır. Yəni, misalın əsas ana şərti qalır. İndi keçək B-yə. Üç müxtəlif həqiqi kökü varsa, burada necə ola bilərdi? Biri bunlardan müsbət olsun, biri də sıfır olsun ki, məsələn, sıfırı yazanda buradan bir dənə sıfır çıxacaq. Bir müsbəti yazanda da iki dənə müxtəlif kök olacaq, üç dənə kök. Kvadrat tənlikdə köklərindən biri o vaxt sıfır olur ki, C-si sıfır olsun. M çıx 3 və yaxud belə də düşünə bilərsiniz. Köklər hasili sıfır olsun. Belə deyək. T1 vur T2 bərabərdir 0. Bu da olur M çıx 3 bərabərdir 0. M də bərabərdir 3. Yəni, B bəndinə də uyğun gələn variant M bərabər 3 olanda. 4 müxtəlif həqiqi kökü olması üçün burada yenə də 2 dənə kök olmalıdır və hər ikisi müsbət olmalıdır ki, mən aparıb yazanda, məsəl üçün, biri 5, biri 1. Biri 5, biri 1 olmalıdır. Misal üçün deyirəm. 5 yazanda müsbət mənfi 5, 1 yazanda müsbət 1 çıxsın. Onda gəlin belə yazaq da bunu.
Deməli, diskriminant sıfırdan böyükdür. Bu da olur 36 çıxılsın, 4 vurulsun, m çıx 3 böyüdür sıfırdan. 36 böyüdür, 4 vurulsun, m çıx 3-dən. 4-ə bölərsək 9 böyüdür, m çıx 3-dən. 12 böyüdür m-dən, m də 12-dən kiçik. Bir də hasili müsbət olmalıdır. Yəni T1 vurulsun T2 sıfırdan böyük olmalıdır. Bu da olacaqdır m çıx 3 böyüdür sıfırdan, m də böyüdür 3-dən. Deməli cavab olacaq 3-dən 12-yə qədər. Deməli uşaqlar, C-yə də uyğun gələn variant oldu m olmalıdır 3-dən 12-yə qədər. Yəni iki müxtəlif həqiqi kökü varsa, T1-dən T2 varsa, diskriminant sıfırdan böyükdür. Bir bu şərti yazsam, bir də ki m çıx 3-ün sıfırdan böyük olması şərtidir. İndi uşaqlar, bunu biz qrafik yolla da həll edə bilərik. Gəlin indi də qrafik yolla həll edək. Bax, belə deyim də sizə. Məsələn, deyirəm ki, 9 belə yazaq. X kvadratı bərabərdir 9. Bu tənliyin neçə kökü var? Hamımız vərdiş etmişik ki, cavab burada müsbət mənfi 3-dür. Amma əslində bu bilirsiniz nə deməkdir? Yəni, parabolanı çəkək, bir də ki, y bərabər x kvadratı, bir də y bərabər 9 sabit funksiyanın qrafiklərini çəkək. Bunların qrafikləri, yəni iki yerdə görüşürlər, iki yerdə kəsişirlər. Bu kəsişmə nöqtələri olur həmin tənliyin kökləri. Məsəl üçün deyirəm ki, x kub bərabərdir 8. Bu tənliyin hamı bilir ki, cavabı 2-dir. Amma əslində bilirsiz nə deməkdir bu? X kubu budur, 8 də budur, bu da bunlar kəsişirlər 2-də. Mənası budur. İndi burada da belə olacaqdır bu. Elə bir y bərabərdir x kvadratı minus 6 vur modulda x. Bir də y bərabərdir. Bax, elə bir ki, belə deyim də mən bunu. X kvadrat minus 6 modulda x bərabərdir 3 minus m. Bir də olacaqdır 3 minus modulda m. Yəni 3 minus m daha doğrusu. Burada iki dənə funksiyanın kəsişməsidir. Biri budur, digəri də budur. Yəni birincisi bu parabolik funksiyanın qrafikini çəkək. Burada x-i bir dəfə sıfırdan böyük götürməliyik. Böyük bərabər olur. X kvadrat minus 6x. Hamımız bilirik ki, bu funksiyanın qrafiki deməli x oxunu sıfırla 6-da keçəcək. Yəni bunu sıfıra bərabər eləsəm, bilirsiniz də cavab sıfırdan 6 alınır. Sıfırdan 6. Digər tərəfdən bunun təpə nöqtəsi deməli mənfi 1 bölü 2-dan 3 ilə mənfi 9-dur. Və bax, bu formada bir qrafikdir. Belə. İndi bir dəfə də x-i təbii ki, mənfi olaraq düşünsək, onda olacaqdır y bərabərdir x kvadrat üstə gəl 6x. Bu zamanda deməli mənfi 3, mənfi 9, bu da deməli 0 ilə mənfi 6. X oxunu kəsin nöqtələr. İndi bu 3 sıx m var ha. Bu 3 sıx m sabit bir funksiyadır. Bax, məsələn bu 3 sıx m tutaq ki, gəlib buradan keçə bilər. Onlar da gəlsin buradan keçsin. Bu zaman gördüyümüz kimi qrafiklə bunun kəsişmə nöqtəsi 2 dənə yerdə, 2 yerdədir. Deməli, bu zaman bu tənin 2 müxtəlif həqiqi kökü var idi. Yəni 3 minus m sıfırdan böyük. Yəni y oxunun müsbətindən x oxunun yuxarıda keçsə olacaq 3 böyüdür m-dən, m də kiçikdir 3-dən. Xatircə A bəndində yazmışdım ki, m kiçikdir 3 olmalıdır. İndi digər tərəfdən. İndi bu xətti mən yavaş-yavaş aşağı doğru sürüşdürəcəm. Məsələn, ola bilərdi ki, bu qırmızı xətt gəlsin x oxu ilə üst-üstə düşsün. X oxu ilə üst-üstə düşmək nə deməkdir? Yəni, onun y-inin 0 olması deməkdir. Yəni, bu 3 sıx m var ha, bu sabit funksiya. Bunun 0 olması deməkdir. Bu zaman 1, 2 və 3. Baxın, kəsmə nöqtələrinin x-lərinə baxın. Mənfi 6, 0, 6. Bu zaman 3 dənə kök olur. Onda yazıram ki, 3 minus m 0 olarsa, m də bərabər 3 olarsa, həqiqətən də 3 dənə kök olur. Burada da m 3 idi. İndi təzədən bu həmin o xətti, sabit funksiyanı biraz da aşağıya doğru sürüşdürürük. Tutaq ki, gəlsin buradan keçsin. Yəni,
0 ilə -9 arasında. Bu zaman 1, 2, 3, 4. 4 yerdə görüşdülər. Deməli, 3 minus m -9 ilə 0 arasında olanda bu da olacaqdır. -12, -m, -3, -1-ə vursaq olur 3, m, 12. Xatırlayırsınızsa 3 ilə 12 arasındaydı. Onda 4 müxtəlif kök olurdu. Yəni bu zaman deyəsən 4 müxtəlif kök olması üçün m 3 ilə 12 arasında olmalıdır. İndi bir də həmin o qırmızı sabit düz xətti biraz da biz aşağıya doğru apara bilərik təbii ki. Bu y-in istənilən yerindən keçə bilər. Məsələn, gəlib buradan keçsəydi, yəni y-in -9-undan, yenə də bu qırmızı ilə göy qrafiklər iki yerdə kəsişdilər. Bu zaman 2 kökü olur tənliyin. Yəni yazaram ki, 3 minus m bərabərdir -9, -m bərabərdir -12, m də bərabər 12 olanda. Xatırlayırsa, m bərabər 12 olanda da iki müxtəlif həqiqi kökü var idi. Çox qəşəng sualdır. Biz bunu dərsdə də işləmişdik. Bir daha da təkrar oldu. Ümid edirəm hamı üçün faydalıdır. Sağ olun, növbəti suallarda görüşərik.